Model və aktrisa Tunay Əliyevadır bu xanım. Bir zamanlar aktrisa və modellərin həsəd apardığı, gözəlliyinə qısqandığı, onlardan qat-qat tanınmış, Aynes kimi bir kanalın aparıcısı olan məşhur model və aktrisa. Vətəndaş mövqeyimdə Rayət İmam Əliyev. Tunay Əliyeva 6 ildir Amerikada yaşayır. Restoranda işləyir, lavaş, yuxa bişirir. Xoşum gəldi bu qızın paylaşımından. Tunayın bu paylaşımı Sədərək bazarından 30 manatlıq kofta alıb efirlərdə İsraildən 2000 euroya almışam bu koftanı deyib yalandan lovğalananlara əsl dərsdir. Gedib xaricdə qab yuyub özlərini yalandan iş adamı kimi qələmi verənlərə ən böyük dərsdir. Gedib kiminsə villasında video çəkib öz mülki kimi qələmə verib göstərən çulu cırıq müğənnilərə əsl örnəkdir. Gündəmdə qalmaq üçün efir və sosial şəbəkələrdə davası edənlərə şapalaqdır bu video. Öz həmkarlarından pul qoparmaq üçün məhkəmə çəkişmələrinə üz tutan, iş verən sənət adamları, blogerlərə tutarlı şillədir bu video. Tunay Əliyeva halal zəhmətlə qazandığı çörək pulu üçün bəziləri kimi utanmır. Alın təri ilə qazandığı zəhmətlə həyatın dadını çıxarır və qürur duyur. Halal olsun Tunay Əliyeva, halal olsun.